Salam uşaqlar, bu günləri icmalda mənə atdığınız əl işlərinizə baxacağam. Bilirəm, video biraz gec gəldi. Bunun səbəbi də səsimdən də bildiyiniz kimi biraz soyuqlamışdım. Ona görə dedim ki, mən də biraz dəyişikliklər elədim. Mən əsası. Yəni, məsələn, biz 20 nəfərin əl işinə baxmırdıq. Özdə, məsələn, 20 nəfərdə, məsələn, bir nəfər, məsələn, 10 dənə iş atırdı. Məsələn, hərəsi 10 dənə, 16 dənə, 20 dənə atan əl işi var idi. Və mən onları ümumiləşdirərək sadəcə bəyəndiyim bir işi seçərək baxacağam. Yəni, ona əsasən də, yəni, şəkillərin sayı da azalır və videoların uzanması da qarşısını alırıq. Çünki bilirik ki, məsələn, mənim videom 30 dəqiqədə olsa, izlənmə ortalaması 1 dəqiqə olur. Göstərəcəm sizə. Yəni, onun da səbəbi odur ki, yəni, izlənmir, bilmirəm səbəbini. 6 minlik bir ailə ola bilərik, amma izlənməyimiz 1 dəqiqəni də ötmür. Heyf ki, inşallah belə davam etməz deyirik. Ev yoxdur. Bir nəfər belə izləsə, 30 saniyə belə izləsə, mən bu videoların ardını çəkəcəm. Səbəbi də sizsiz. Ev yoxdur. Az olsun, özümüz olsun deyək. İlk işimizdən baxaq. Təkrardan salam müəllimə. Bunlar mənim çox sevdiyim işlərimdir və dizayner olmağı planlaşdırıram. Yaşım isə 12-dir. 12 yaşında önce deyir ki, mən dizayner olacağım. Mən 12 yaşında deyirdim ki, 12 deməyim, 9-8 yaş aralığında deyirdim ki, rəsm müəlliməsi olacağam və həqiqətən oldum. Sonradan rəssam olmağı, dizayner olmağı istəyirdim. Səbəbi də o idi ki, məsələn, dizayner mənim gözümdə çox sambalı bir iş kimi görsənirdi. Zaten elədi, amma həqiqətən özüm orada, o deyildim də. Nəysə, boş, uzun hekayədir bu. İcmalda olan uşaqlar da rəy bildirsəniz sevinərəm. Uşaqlar həqiqətən uşaqlar atır əl işlərini, siz də baxın. İcmalda o qədər gözəl rəsmlər var ki, aşağıya çata bilməyəcəksiniz. O qədər əl işi var, o qədər əl işlərini uşaqlar atıblar. Yəni hər birinə baxın və mən bu uşağımızın 3 dənə iş atım. Aha. Və bu, yəni bu göz elə bir Pinterestdən görmüşəm də bu gözü. Ən çox mən bu gözü bəyəndim. Səbəbi də alt hissəsindəki uzunluq olsun. Sanki tük effekti, yəni quş lələkləri kimi görsənir. Həqiqətən çox da maraqlıdır. İmzanı da çox qəşəngləmişsən. Bunu deyim ki, yəni fərqliliklər həmişə bizim gözümüzdə maraqlı görsənir. Təkrarlar əlbəttə ki, yaxşıdır, amma fərqli baxmaq, fərqli görmək də tam fərqli bir şeydir. Yəni çox qəşəngdir, işləmişsən, afərin. Yəni deyim ki, yəni sən 3 iş atmısansa, ən çox bəyəndiyimi göstərəcəm. Yəni uşaqlar artıq bu yeni qayda ilə gedəcək. Bir də bunu deyim ki, həftə-həftə eləməyəcəm. Aranızdan 20 nəfər işini seçib 20-20 bölüşəcəm də. Çünki görürəm ki, elə həftə olur ki, 200 dənə işi olur. Elə həftə olur ki, mən 200 işin arasından seçirəm də. Elə həftə olur ki, məsələn 60, 70, 40 olur. Ona görə deyim ki, heç olmasa nizamı özümüz yaradıq, ev yoxdur. Aysel Fashion. Mən bu nəsə bu ad mənə tanış gəlir. Salam, 12 yaşım var. Necədir? Aha. Qızımızın ümumiyyətlə bir neçə iş atıb, yəni 4 dənə iş atıb. Və bunu deyim ki, aralarında bu qırmızı geyiminin, yəni arxasında işləyib, önündə işləyib. Arxa ön deyəndə, məsələn, arxadakı o detalları görürsünüz. Onu çox bəyəndim ziqzaq formasında. Məsələn, o ayaqqabısı olsun, botlar çox qəşəngdir. Özü də fondakı o qırmızılığı gördüyünüz şokoladda var orada, gül də var orada. Və mən bunu ən çox sevməyimin də səbəbi odur. Sən artıq burada tonları, qırmızıları yarışdırmısan. Özü də qırmızının da rənginin mənasını bilirsiniz uşaqlar. Kim bilirsə rəydə yazsın. Hər rəngin öz mənası var. Hətta rənglərin o bizə yaşatdığı hisslər olsun. Hər hansı bir insan bir rəngi sevir ha. Onun o rəngini soruşaraq, onun azdan çox da xarakterik özəlliklərini də öyrənə bilirik. Həqiqətən bu çox da tam deyil. Mənim ən sevdiyim rəngi bilirsiniz zaten. Mavidir. Mavini çox sevirəm. Soyuqluq olsa da tərkibində, yəni istilik də var da. Yəni soyuq rənglər kateqoriyasına aid olsa belə. Ona görə mən yolda görən əksər takipçilərim çəkinə yaxınlaşdılar. Çünki mən yolda belə gəzirəm. Belə. Bilmirəm. Amma sizlə bir yerdə söhbət edəndə tam fərqli oluram. Nəysə, çox da uzatmayaq. Havin Memliyeva. 11 yaşım var və pis çəkdiyimi bilirəm. Pis çəkməmişsən, bunu deyim. 2 dənə iş atıb qızımız, Novruzla bağlı, bir də Xocalı ilə bağlı. Mən Xocalı ilə bağlı işini çox bəyəndim. Yəni çox da qəşəng işləmişsən. O detallar olsun. Əgər düzəlişlər etmək lazımdır, eləmək lazımdır. Amma mən bir işə damğa vurub pisdir və yaxşıdır demə haqqım məncə yoxdur. Müəllim olsan belə. Öz işinizi bəyənin, öz işiniz üzərinizdə işləyin. Pis demək, atmaq qırağa məncə yaxşı bir şey deyil. Əlbəttə ki, səhvlərinizi bilmək və ona əsasən hərəkət etmək tam başqa bir şeydir. İşində məsələn,
Əl yazını o qırmızı hərflərlə bilindirmən çox qəşəngdir. Əl yazını da çox qəşəngdir 11 yaşlı bir uşağa görə. Bir də o risunokda məsələn şeylər nə idi? Yazılar yazmışam. Xocalı biraz aşağı meyl eləyib. Onu da məsələn bir xətt, düz xətt çəkərək onun üstündə onu otuzdura bilərsən. Yəni belə pis deyil işin. Məncə qəşəngdir. 11 yaşın var da sən. Öz işinə niyə belə şey yanaşırsan? Pisdir mənim işim, pisdir. Pis deyil. Öyrənirsən. Sən hələ 11 yaşın var. Sən hələ indi o karandaşlar, rəngli karandaşları şey eləyirsən, başa düşürsən. İndiki dövrün uşaqları fərqli olur, amma hər kəsin öz potensialı var. Qətiyyən öz işini pis deməm. İnan ki, mənim işim, yəni öz sənin yaşında olduğum iş var. Bəlkə də ən pis iş idi. Daha sevmədim. Məncə bildin nə demək istədim. Salam müəllimə, necədir? Yaşım 13, Nərgiz. Bu arada bütün qadınların 8 mart bayramınız mübarək. Hər zaman üzünüz güllər açsın. Hüquqlarınızı yaşayın. Mən də həmçinin uşaqları təbrik edirəm. Nərgiz qızımızı da təbrik edirəm. Adı da Gül adıdır. Nə qəşəng. Bunu deyim ki, kişi, qadın fərq etmir. Amma bunu bilək ki, hər kəs öz hüquqlarını, özünə inamını bilsə, özünün fərqində olsun, bir fərd olaraq öz fərqini qoysa ortağa. Məncə bu dünya daha da qəşəng olar. Çünki bəzi insanlar öz qədrini bilmir deyək. Öz istedadının fərqində deyilmi desək. Çox şeylər var. Mən də təbrik edirəm. O ərəfədə özü xəstə idim. Özümü çox pis eləyirdim. Əsas o da günün fərqi yoxdur. Siz həmişə özəl, həmişə dəyərlisiniz. Və işimizə baxaq. Gözün rəngini çox bəyəndim. Hə, benim problemlər ola bilər. 13 yaşım vardı, elə deyilmi? Göz ümumiyyətlə həqiqətən çəkmək çətin uşaqlar. Əksəriyyəti uşaqlar balığa oxşadır da, yəni biraz kobud da desəm, balığa oxşadırlar. Qızımızda məsələn göz bəbəyində əyriliklər ola bilər. Rəngi o keçidini çox bəyəndim. Kipriklər. Bax, belə kiprikləri nizamlı çəksən, süni yaranır. Birini daha uzun eləsən, daha qəşəng olacaq. İşin pis deyil, yaşına görə çox qəşəngdir. Amma sadəcə bu məsləhətlərimə də qulaq asın, daha qəşəng işin olacaq. Hə, Turanənin işinə baxarıq. Salam müəllim. Hə, müəlliməm, şəkillərim necə olub? Əksər uşaqlar salam verir deyə yazıya da salamla başladım. Necə olub? 12 yaşım var. Baxın, hamısının əksər yaşları 12, 13, 11-dir. Aha, qızımız 3 dənə iş atır. Mən bunlardan bu işi daha çox bəyəndim. Yəni flomasterla işləyib, göbələkdir. Şey oxşadır, bir dəqiqə Şirinlərin evi olur, ona oxşadır. Çox da qəşəng işləmişsən. 12 yaşında. Afərin. Mən də flomasterla o yaş ərəfələrində tanış olmuşdum. Hər işimdə flomaster görə bilərdiniz. Yəni bilmirəm, indi göstərmiş olarım. Kanalda da var uşaqlıq işləri. Əksəriyyəti məsələn flomaster sən yaşında, elə səndən biraz böyük. 13 yaşında deyək daha doğrusu. Yəni çox da qəşəng işləmişsən. Çox xoşuma gəldi. Rənglər də canlı. Afərin. Necədir müəllimə? Yaş 13, xəyalə. Aha, ulu öndər çəki. Çox da qəşəng işləmişsən. Pis deyil, amma səhvlər var. Əlbəttə ki, 13 yaşa görə məncə çox qəşəngdir. Çənə hissəsində o oxşarlığı tapmasan, oxşarlıq pis deyil. Burun hissəsi çox biraz qaldırmısan aşağı. Gözlərdə problem var. Bir də ulu öndərimizin daha anlı, daha açıqdır. Necə deyirlər, biraz saç az olurdu, ağarmış saçları var. Sən burada elə bir cavanlaşdırmısan, çox da qəşəng işləmişsən, əllərinə sağlıq. Aha, salam müəlliməm, mən əvvəlcədən sizə rəsmlər atmışdım. Bu arada qarşıdır 14 yaşında və ondan daha az yaşlarında da çəkməyə rəsmlər işləyib. Bunu başa düşdüm. Məsələn, mən bu 7-ci iş, İMİ-nin 7-ci işi çox bəyəndim. Digər işlərdə də pis deyil. Portretlər işləmisən, çizgi film karakterləri işləmisən. Məsələn, bu işə oxşar bir dənə də var qara tonlarla. Yəni icmala baxıb hər birində baxa bilərsiniz uşaqlar, fikir bildirin. Çünki orada o qədər işlər var ki, yəni hər birini mən bu videoya sığışdıra bilmərəm. Amma bu işi İMİ-ni çox bəyəndim. Nəyə görə? Çünki nizam var, intizam var. İntizam deyəndə, yəni rənglər çox nizamlı formada vurmuşsan, keçidlər çox qəşəngdir. O yaşılla göyü birləşdirmirsən, çox qəşəng bir rəng seçimidir. Detallar, xırdalıqlar çox qəşəng, çox xoşuma gəldi. Yəni həqiqətən çox fərqlidir. Məsələn, ağ-qarada da elə eləmişsən, amma bu rəngi daha çox mən bəyəndim, nəinki onu. Yəni afərin qızım. Bu işini bəs neçə yaşında işləmisən? Mənə maraqlı gəldi. Salam müəllimə, necəsiz? İlk öncə bunu demək istəyirəm ki, sizi sevərək takip edirəm. İşinizdə çox yaxşısınız. Çox sağ ol qızım. Nə olsun ki 6000 takipçimiz var. 200 izləməz olur ya da olmur. Amma belə fikirlər, belə düşüncələr bəlkə də yolumuza davam etməyimizdə bizə kömək edir həqiqətən. Mənim 16 yaşım var, ay maşallah. Qızımızın bayağı yaşı var.
Aha, 2 ildir rəsmdə ciddi məşğul oluram. Afərin. Çox boyalarla işim var. Ştrixdə necə olduğumu bilmək istəyirəm. Rəyinizə görə təşəkkür edirəm. Bu rəsmimi hələ tamamlamam. Hə, üstün başlığına oxşur. Elə bir alt hissəsində problem ola bilər, amma tonlaması çox qəşəngdir. Spiralların o həcmli eləmisən. İşıq kölgə çox qəşəngdir və çalış ki, bitirməyə doğru get. Nəyə görə deyirəm? Bitirməyə doğru get deyəndə mənim tələbələrim bilir. Fona həmişə biz biraz işlik saxlayırıq. Ağ kağızın ağlığı sadəcə o bizim o biliklərdə ola bilər. Ağ materiallardakı o işıq ən parlaq hissələrdə onu saxlaya bilərik. Fonu həmişə biz daha çox tonunu gizlətməliyik, vərəqin tonunu. Yəni ağlıq görsənməli. Ona görə həmişə çalış onu daha çox bilindir və orada kölgəni bilindirmək daha asan olur, daha qəşəng olur. Amma işini çox bəyəndim. Əhsən, çox da qəşəng işləmirsən. Yəni 16 yaşa görə məncə əladır. Hansı ixtisas hazırlaşdın? Təsvir incəsənət, dizayner, yoxsa memarlıq? İnşallah hansını seçirsən seç. İşində sənə uğurlar, inşallah yaxşı olar. Gəlir artıq sən imtahan verəcəksən. Bu illəri artıq 2009'lardı, 2010'lar. 2009'lar olmalıdır bu illəri. Yaxşı olar inşallah, haqlarında xeyirlisi. Salam müəllimə, necəsiz? Həmişə yaxşı olun, sizlər də elə həmişə yaxşı olun. Bəzi 3 həftədir. Qızımız deyir ki, 3 həftədə şəkillər atıb, mən baxmamışam. Mümkün deyil də, yəni. Çünki hər işə baxıram, həqiqətən uşaqlar, hər işə baxıram demək olar ki, videoları hissələrə bölürəm. Yəqin özü diqqətlə baxmayım. İndi məsələn bu videolarda dediyim kimi 20-20 seçəcəm. Çünki görürəm ki, yoxa çatdırmaq olmur. Yəni həqiqətən video dəhşət olur. İndi hal-hazırda 18-ci dəqiqədəyik. Bəlkə də mən bu videoları biraz böləcəm hətta. Üstündə işləyirəm nə qədər. Onun üçün bəzən çatdırmaq olmur. Aha, amma deyir ki, ona görə inşallah bunlara baxarsınız. Aha, və deyir ki, sizi çox sevirəm. Mən də sizləri həqiqətən. Yaşı da 12-dir. Ha, bundan çox qəşəng. Mən bu işi götürəndə baxdım. Bir də portret işləyim, nə qəşəng, çox qəşəng işləmirsən. Afərin, 12 yaşa görə. Sənin işlədiyin iş 14 yaşlı bir uşağın işidir də, bunu deyim. Çox qəşəng işləmirsən. Mən bu geyimi çox bəyəndim. Bu donun altına doğru gedir uşaqlar. O rəng açılır ha. Mavi ilə birləşir, orada çəhrayı rənglə alınır. Mən bu işi çox bəyəndim. Həqiqətən belə bir don olsa, yəni görməyi çox istəyirəm. Mən özüm də belə stildə geyinmirəm, amma belə bir şey mənim gözümə oxşayardı. Zövq alaram, rənginə görə mi deyim, formasına görə deyim. Əsasında ətək hissəsində, yəni alt hissəsini çox bəyəndim. Yəni çox qəşəng işləmirsən. Afərin quzum sənə. 11 yaşım var. Hə, bu qədər qısa və konkret heç kim olmamışdı. 3 iş atıb qızımız, yəni 2 şam. Aa, 2 şamların forması çox qəşəngdir. Ürək formasını çox qəşəngdir. Ofelia Aliyeva Fan Club. Həmən Ofelia Aliyevanı da çəkəcəkdim. Sadəcə işlərim o qədər çoxdur ki, uşaqlar. Gah xəstələndirəm, gah universitetdə dərslər bir tərəfdən, gah video çəkməyə çalışıram, gah sifariş qəbul edib rəsm çəkməyə çalışıram. Yəni hissələrə bölünmüşəm ki, nəyi nə vaxt eləyim. Şamın formasını çox bəyəndim. Çox da qəşəngdir. Digər işlərindən ən çox bunu bəyəndim. Nəyə görə? Çünki fərqlilik var, qeyri-adilik var, maraqlıdır. İdeya da çox qəşəngdir. Hardan götürmüsən? Ya öz fikrində çox qəşəngdir. 11 yaşına görə məncə çox qəşəngdir işləmirsən. Afərin. My Art Life. Aha, My Art Life. Şahindir, bir də My Art Life-dır. Həmişə hər videoda onların əl işlərini görə bilərsiniz. İlk dəfədir ki, həndəsi fiqurlar işləmişəm müəllimə. Bunu deyim ki, quzum, pis deyil. Vərəq seçimini də düzgün etməlisən. Damalı bir vərəqdə işləmirsən. Çalış ağ bir vərəqdə işlə. Orada artıq tonlamanı eləyəndə daha sərt. Pis deyil ha. Çox ilk dəfəyə qədər məncə yaxşıdır. Sadəcə çox da fəza fiqurlarında çox da tünd eləməyə ehtiyac yoxdur. Çünki onlar ağ bir materiallı bir şeydir. Ağ bir materialı nə qədər tundalsan, çox pis görsənə bilər. Plus tək-tək işlə. Bir dəfə 3 dənə sənin üçün çox çətindir, amma bu çətinliyə baxmayaraq bunu da belə işləmirsən, afərin. Portretlərində də məsələn bu çox bəyəndim. Bunu da ən bəyəndiklərimi göstərirəm. Portreti çox bəyəndim. Çox da irəliləyiş var işlərində, afərin sənə. Videoya əlavə edə bilərsiniz. İki dənə iş atıb. Amma mən bu iş var ha uşaqlar. Mən onu bir iki baxışda belə başa düşdüm. Məncə də elədi. Bir tərəfi pis uşaqdır, bir tərəfi yaxşı uşaqdır. Pis uşağın ağzında o şey var, adını çəkmirəm. Digər uşağın ağzında bir budaq var. Pis uşaqda elə soyuq rənglərin harmoniyası var.
yaxşı uşaqda isə istəyir. Bəyən. İdeya superdir, çox qəşəngdir. Çalışın uşaqlar siz o yaxşı uşaqlardan olun. Mən ideyanı çox bəyəndim. Həqiqətən əla, çox qəşəngdir. Yaşın neçədir bu arada? Yaşını qeyd eləməyib. Necədir? Bax, yenə qısa konkret necədir? Bu günü çox bəyəndim doğrusu. Yəni əhsən deyirəm. İndi yadıma düşdü. Qızımız öz fotosunu atmışdı icmaldan. Demişdi ki, müəllimə olarmı çəkəsiz? Mən takipçilər serisini bilirsiniz də sizin şəkillərinizi siz çəkirəm. İnanırsınız o qədər vaxt tapa bilmirəm, amma qızım söz verirəm ki, çəkəcəm. Amma bu həftə deyil də, yəni ola bilsin vaxt tapdıqda. Çünki bu həftə bizim magistrda son həftəmizdir. Qiymət alacağıq. Biraz sifarişlərim var, videoda var, bir çox işim var. Ona görə də sözdə çəkəcəm, narahat olma. Və əl işlərini də mən bəyənirəm. Daim formada da atırsan, afərin sənə, çox da qəşəngdir. Şəhanə, Şəhanə iş atıb, fil atıb. Çox da qəşəng, maraqlı bir fil. Özü rəngarəng edib. İndi biri yazacaq, deyəcək ki, fil belə reallıqda bu rəngdə deyil. Qızımız belə işləmək istəyir və elə işləyib. Rəssamlıq xəyalpərəstlik lazımdır. Sizə o qədər belə rəssamların qəribə işlərini atır. Qəribə deyil, amma onların da bir izlimi var. Onlar öz fikirlərini, öz mənliyini, öz fikirlərini ortaya səhnələməyə çalışıblar. Və bu fərqlilik, mən inanırsınız, burada seçdiyim işlərin həmişə fərqlisini axtarıb, yəni sizə göstərirəm ki, baxın bu uşaqlar bu işi işləyib, amma bu daha maraqlıdır. Məsələn, Şəhanənin işində də bu çox qəşəngdir. Rənglərdə maraqlıdır. Məncə quaş işləyib, quaş da işləmirsən Şəhanə, yazarsan var. Mən fili çox bəyəndim, çox da qəşəng işləmirsən. Yaşına, mən bildiyim qədərilə Şəhanənin 13 yaşı var. Və 13 yaşlı bir uşaq fil işləyib və çox qəşəng işləyib də, yəni. Bəli, bəzən deyir çox qəşəngdir. Əksər uşaqların işlərinə çox qəşəng deyirik, amma mən səhvlərinizi deyirəm azdan çoxdan. Çünki məqsədim sizin qəlbinizi qırmaq deyil uşaqlar. Çox qəşəng işləmirsən, həqiqətən afərin. Daim formada atır Şəhanə işlərində. Məsələn, mən Güldanın olan işini çox bəyənmişdim. Mənzərə aid Van Goghun əsərinə oxşayan işləri çox bəyənmişdim. Hələ də mənim beynimdə o təsir qaldı. Bir dənə də var idi, ən axırıncı atdığı. İsti və soyuğun o mənzərə ilə harmoniyası çox qəşəngdir, həqiqətən. Afərin sənə quzum. Şəkillərimə baxsanız çox sevinirəm. Gözəl müəlliməmiz. Sizin gözəl görən gözlərinizdə uşaqlar. Təzə işləyib, martın 5-i işləyib. Çox qəşəngdir. Ağacı baxın. O şey olur, şaftalı ağacı gül verən şey eləyəndə, güllər çıxardanda, ləkə eləyəndə çox o istiliyi var da. Ev də çox qəşəngdir. Yanında karandaş şey qoyub. Onunla eləyib belə. Hətta marker fason bir iş rənglərindən istifadə çox qəşəngdir. Təmiz və səliqəli. Detalları gördünüz. Çox qəşəngdir. Salam müəllimə, 12 yaşım var. Mən çəkmişəm. Deyir ki, mən çəkmişəm də. Yəni başqası çəkməyib, mən çəkmişəm. Paylaşa bilərsiniz. Əlbəttə ki, niyə paylaşmayım? Bu karakteri nəsə Instagramda falan görmüşəm kimi gəlir və çox da qəşəng işləmirsən ha. Oxşatmısan. Baxan kimi o karakter yadıma düşdü. Çox da adlarını bilmirəm, animələrini falan bilmirəm. Bir dənə Gojonu bilirəm, o da sizin sayənizdə. Əksəriyyətən o qədər də bilmirəm. Və burada məsələn rəngləsən lap əla olarlar. Yəni detallarına qədər işləmirsən, çox da qəşəng alınır. 11 yaş. Uşaqlar daha salam da vermir artıq mənə. Ev yox. Markerlə rəngli, həm marker var, həm rəngli karandaş var. Maraqlıdır. Nəsə tanış gəlir yenə. Amma tövsiyəm odur ki, qara flomasterla onu konturlasan, məsələn, karakterin o göz və eynəyin tərəfi olsun, saçları olsun. Onları biraz eləsən, lap əla olar məncə də. Oo, çox qəşəng. Jokeri görürsünüz uşaqlar. Çox da ha qoyub burada. Yazılar da yazıb xırda-xırda, çox da oxuya bilmirəm. Hə, bu da qəşəngdir. Sizcə burada Qarabağ oyunculardan kimi çəkib sizcə? Sual verəcəm. Kim işləyib? Salam, necəsiniz? Zəhra, 14 yaş. Ceyran çox qəşəngdir. Detallarını işləmişsən. Çox bəyəndim. Gözlərin forması olsun. Kəpənəklər olsun. Özdə quaşdır, bilmirəm hansı boyadan istifadə eləmişsən. Sanki kəpənəklər parıldayır uşaqlar. Çox gözəl. Yəni əladır, danışanlardır. Çox qəşəngdir. Yəni çox qəşəng. Yaşın 14 yaşlı bir uşaq belə çəkir. Əhsən, həqiqətən halaldır sizə uşaqlar. Və Şahinin əl işi. Həmişə videonun axırında Şahinin əl işini görə bilərsiniz. Və dediyim kimi hər uşaqlarda olduğu kimi digər uşaqlarda da haqsızlıq olmasın deyə
seçdiyim, yəni atdığınız şəkillərdə ən sevdiklərimi ayırıram və Şahinin işlərində də stili, üslubu fərqlidir digər uşaqların işlərinə görə. Çox üslubu fərqlidir və qeyri-adidir, maraqlıdır məncə də. Məsələn, burada kek dilimi işləyib, çox da qəşəngdir. Sadəcə boşqabın formasını daha da belə uyğun eləsə lap əla olar. Və mən sənə ən böyük tövsiyəm odur ki, rəngli işləməyə də çalışsan, çox qəşəng olar rəngli karandaşlarla. Bilirəm, tonlama biraz vaxt aparır. Sənin videolarında, məsələn, Şahinin kanalı var uşaqlar. Bu əl işlərini necə çəkdiyi bağlı videoları var. Rəsm Dünyası adlı bir kanaldır. Orada baxsanız görə biləcəksiniz. Yəni hamısı uzun videolardır və əməl başda bir zəhmət, əziyyət var. Məsələn, skuterda işləyib. Mən skuturu niyə seçdim? Oradakı detallar falan. Baxan kimi skuter olduğu bilinir. Sadələşdirir, elə bir bizim qabağımıza onu qoyur. Yəni həqiqətən çox qəşəngdir. Məsələn, bu da qəşəngdir. Bu qılınc çox qəşəngdir. Qılıncı da çox bəyəndim. Və antik baş heykəl. Antik baş heykəldə müəyyən səhvlər ola bilər. Amma o görüb riski baxdığın bir şeyi təsvir eləyib. Səhvlər ola bilər. Akademik formada da işləməyi sənə tövsiyə edirəm. Bilirəm, bu sənin stilindir, bu sənin fərqindir, bu sənin necə deyirlər, hiss etdiyin və zövq aldığın formada təsvir edirsən, anlayıram. Amma biraz da akademik formada işləsən, sənin əl qabiliyyətin daha da inkişaf eləyəcək və daha da qəşəng işləyəcəksən. Mən də ona inanıram, çünki bu qədər əzmli, bu qədər davamlı çəkən bir insan özlərinə də işləyərək daha da yaxşı yerlərə gələ biləcək. Bir sözlə uşaqlar, hal-hazırda video 40 dəqiqədir. İndi bilmirəm bundan nə qədər kəsib doğrayacağam. Mənim hissələrdə mənim problemlər oldu, işə getdi, gəh bir şey oldu, səsim batdı. Ev yoxdur. Uzun qısa fərq etmir. Əsas odur, əl işlərinizi gördük. Mən bir gün, yəni çox zövq aldım. Davamında bazar günü davamlı formada belə 20-20 bölüşəcəm. Çox da video uzatmıram. Digər videolarda görüşənədək hələlik.